Salam dostlar, kanalımıza xoş gəlmisiniz. Bugün sizlərlə milli mətbəximizin şahəsəri olan yarpaq dolması hazırlayırıq. İlk öncə ətimizdən başlayırıq. Mən mal ətindən istifadə edirəm, amma dolmaya əsl dad verən quyruqdur. Quyruq dolmanın daha şirəli və yumşaq olmasına kömək edir. Quyruğumuzu və ətimizi ət çəkəndən çəkirik. Göyərtilərimizi yaxşıca doğrayırıq. Mən təzə yaşıl sarımsaqdan, keşniş, şüd və nanədən istifadə edirəm. Əgər mövsümü deyilsə, təzə yaşıl sarımsaq əvəzinə 4-5 diş sarımsaqdan da istifadə edə bilərsiniz. Qabımıza göyərtiləri əlavə edirik. İki ədəd orta boy soğanı da ət çəkəndən keçiririk. Suyunu yaxşıca sıxırıq. Daha sonra əlimizcə yaxşıca suyunu sıxırıq. Qabımıza göyərtiləri, çəkilmiş ət və quyruğu, daha sonra yuyulmuş yumru düyünü, zövqə görə duz istiot, sarı kök qatıb yaxşıca qarışdırırıq. Yarpaqları yaxşı yuyub, bir-birindən ayrı boşqaba düzürük. İncə üzüm yarpaqlarını götürüb, içliyi içinə qoyub, yaxşıca bükürük. Mən həm yumru, həm də uzunsov şəkildə bükürəm. Dolmaları bükdükdən sonra hər iki arxa tərəfinin üst-üstə düşəcəyi şəkildə qoyub qazanımıza yerləşdiririk. Bu zaman dolmalar açılmır, olduğu kimi qalır.
Qazana düzdüyümüz dolmaların üzərinə 2 stəkan qaynar su əlavə edirik. 4 yemək qaşığı isə duru yağ. Bu zaman dolmalarımız daha parlaq olur. Hazırlayan hər kəsə nuş olsun.